2022-ci ilin MİQ imtahan sualı ilə gəlin tanış olaq. Mətndəki məlumatlara əsasən hansı nəticəni çıxartmaq olar? Fransız cərrahı Dominik Lari əyri cərrahiyyə iynəsi icad etdiyi üçün qızıl medalla təltif olunmuşdur. Ona uğur gətirən ixtiralardan biri də təcili yardım karetasının düzəldilməsi idi. 1792-ci ildə Fransa, Avstriya və Prusiya ilə müharibə apararkən Lari başqa bir kəşfə imza atdı. O başa düşdü ki, bu dəqiqə bizə nə lazımdır? Məhz döyüşdə yaralananları böyük və ağır furqonlarla ön xəttdən çıxartmaq. Beləliklə, yüngül və cəld hərəkət edən arabalar icad etdi ki, o arabalar sayəsində yaralıları tez zamanda hospitala çatdırmaq mümkün olsun. Bəli, bizim buradan hələ variantlara baxmadan çıxartdığımız nəticə odur ki, Lari maşallah qızıl medalları, təltifləri çox olub onun. Yəni icad edib, nə bilim, cərrahiyyə iynəsi, daha sonra təcili yardım karetası düzəldib. Yəni bunun təltifləri istər qızıl medal olsun, istər başqa medallar çox olub. Amma o sonra anladı ki, mənim bu vaxtı, bu dövrdə hər kəsə yararlı olan nəsə icad etməliyəm ki, düzdür, iynə də var, kareta da var, fərq etməz. Amma bu dəqiqə daha önəmli olan odur ki, yaralıları birbaşa o həmin mərkəzdən çıxara bilim deyə mən araba icad etməliyəm. Bu dəqiqə ona ehtiyacımız var. Digərlərini daha sonra icad edərəm. Bu düşüncədə olub ehtimalla. O səbəbdən də görək nə edib, nəhayət araba icad edib. Cavabımız B variantı. Cəld hərəkət edən arabaların icad olunmasına səbəb müharibə zamanı yaralıların cəbhənin ön xəttindən çıxarılmasında olan çətinliyidir. Bəli. Digər variantlar niyə olmaz? Təcili yardım karetasının ixtirası Lariyə böyük uğur gətirmiş və bu ixtiraya görə cərrah qızıl medala təltif olunub. Bayaq dedi ki, təltifləri çoxdur, amma məhz qızıl medalla təltif olunması karetaya görə deyil, yardım karetası deyil, cərrahiyyə iynəsinə görədir. Fransa, Avstriya və Prusiya ilə müharibə apararkən cərrah və ixtiraçı Dominik Larinin 50 yaşı var idi. Doğulub 1766-da. Müharibə başlayıb 1792. Riyazi bilgilərimizi ortaya qoysaq, görərik ki, 12-dən 6 çıxanda 6, 8-dən 6 çıxanda 2, cəmi 26 yaşı var idi, 50 yaşı yox idi. Fransız cərrahı 76 yaşlı Dominik Lari Fransanın Avstriya və Prusiya ilə apardığı müharibədə vəfat etmişdir. Vəfat edib 1842-də, müharibə olub 1792-də. Birincisi, yəni bu qədər uzun sürməz müharibə. Ondan da əlavə, yəni lap tutaq ki da, yəni uzun sürübsə, məsələn deyirəm, o zaman yəni burada elə bir fikir yoxdur da, yəni öldüyü haqqda belə bir fikir yoxdursa, biz onu deyə bilmərik. Əyri cərrahiyyə iynəsini icad edən Dominik Lari fransız mühəndisi idi. Fransız cərrahı idi. Ona görə bu fikirdə səhvdir. Variantımız olacaq B variantı.